balans anlayışı ekologiyada nə deməkdir? İnsanlar bir-biri ilə balansı qoruya bilməyəndə, sizcə təbiətlə o balansı qoruya bilərlərmi? Ekoloji məsuliyyət tarazlığı nə formadadır bu dəqiqə? İnsanların qidalarla təmin etmək lazımdır. Amma biz görəsən bu təbiətin bizə olan güvəninə qarşı sadiq qala bilirikmi? Bizim gözümüz onu görmür. Bu sual barədə isə fərdi olaraq düşünək. Salam dostlar. Həyatda hər bir şey tarazlıq üzərində qurulub. İnsanla təbiət, iqtisadi maraqla ekoloji məsuliyyət, istifadə ilə qorunma arasında və s. və ilaxır. Bəs biz bu həyatda bu balansı necə qoruyub saxlayırıq? Elə isə Agrosparkın efirində Balans. Verilişimizin daimi qonağı biologiya üzrə elmlər doktoru Vəfa xanım Qasımovadır. Xoş gəlmisiniz Vəfa xanım. Xoş gördük. Bugünkü mövzumuz balans mövzusudur. İnsan öz ehtiyaclarını ödəyərkən təbiətin hansı sərhədlərini pozur və bu sərhədlərin pozulması, balansın pozulmasına gətirib çıxarırmı? Ümumiyyətlə balans anlayışı ekologiyada nə deməkdir? Çox sağ olun Əli. Bu sual və bu mövzu həm vacib, həm maraqlı, həm də düşüncəli mövzudur. Bəli. Biz bu mövzuya həm ekoloji, həm cəmiyyət tərəfindən, həm də ümumiyyətlə insanların bir-birinə qarşı balansın tənzimləməyinə yönəltməliyik. Çünki bəzən insanlar bir-biri ilə təbiəti qoyaq qırağa, insanlar bir-biri ilə balansı qoruya bilməyəndə, sizcə təbiətlə o balansı qoruya bilərlərmi? Heç vaxt qoruya bilməzlər. Bəs insanlar arasında balans deyəndə nəzərdə tutursunuz? İnsanlar arasında balans çox mühüm bir məsələdir. Balansı qorumaq üçün qarşı tərəf öz hərəkətlərinə, öz sözlərinə mütləq diqqət yetirməlidir. Və o balansı qorumaq üçün qarşı tərəfi mütləq anlamalıdır. Əgər o qarşı tərəfi anlaya bilmirsə, o balansı heç vaxt qoruya bilməz. Bu həm ailədən, həm uşaqlarımızla, həm valideynlərimizlə, həm yaşlı nəslimizlə, yəni o balansı qoruyub saxlamaq lazımdır. Çünki uşaqlarla o balans tamamilə fərqlidir. Yaşlı insanlarla tamamilə fərqlidir, valideynlərlə tamamilə fərqlidir. Və hətta kişi ilə qadının arasında o balansın qoruyub saxlanması çox mühüm bir məsələdir cəmiyyət arasında. Əlbəttə ki, təbiətlə insan tərəfindən olan o balansı mütləq şəkildə qoruyub saxlamaq lazımdır və anlayışlı qəbul etmək lazımdır. Biz təbiətə baxanda istər onun suyu olsun, o balansı qoruyub saxlamaq üçün insanın əlində bütün vəsaitlər var. Amma biz təkcə sudan özümüz üçün istifadə edirik və fikirləşmirik ki, sabahları biz bu suda həmin o insanla əlaqəli olan o balansı tənzimləməməklə biz su ehtiyatlarımızı yavaş-yavaş itiririk. Və eləcə də torpaqla, eləcə də digər ekosistemlərin mühitləri ilə o balansı saxlamamaqla insan özü-özünə əlbəttə ki, ziyan verir. Növbəti sualım isə tam bir reallıqdır. İqtisadi inkişaf deyə-deyə təbiətə dəyən zərəri göz ardı etmək. Yəni bu nə qədər davam eləyəcək? Ardınca isə belə əlavə eləyə bilərəm ki, iqtisadi maraqla yan-yana ekoloji məsuliyyət anlayışı, tarazlığı nə formadadır bu dəqiqə? Tam reallıqdan danışaq. Ümumi dünyadan söhbət gedir əlbəttə. Bəli. Biz təkcə Azərbaycandan danışmırıq. Ümumilikdə bütün dünyada baş verən proseslər iqtisadi baxımdan vacibdir. Bütün baş verən proseslər iqtisadi nöqteyi nəzərdən baş verir. Yəni biz hansısa bir sistemdə irəliş görürüksə, burada mütləq şəkildə iqtisadi maraq var. Hər bir işdə, hər bir layihədə birinci növbədə iqtisadi hesablamalar aparılır. Bu hesablamaları aparılarkən insanın daha da yaxşı yaşamasına təsir edən, yəni nəzərdə
alınan faktorlar var. Bəli. Biz o faktorlardan heç cürə geri qala bilmərik. Çünki həyat davam eləyir, bütün proseslər inkişaf edir, müasirləşir. İstər texniki baxımdan, istər yaşayışımızın mühiti olarkən, yəni biz bu baxıma mütləq diqqət yetirməliyik, geridə qala bilmərik. Amma bir məsələ var ki, iqtisadi maraqları güdə-güdə biz ətraf mühitə ziyan vururuz. Bizim gözümüz onu görmür. Çünki biz ətraf mühitdən öyrəşmişik ki, ancaq fayda götürək. Amma özümüz fayda vermək üçün eşqirləşmirik ki, biz o faydanı veririk təbiətə ki, o bizə onu qaytarsın. İqtisadi baxımdan bu məsələlər baxılmalıdır və ekoloji nöqteyi nəzərdə iqtisadiyyat və ekologiya yan-yana getməlidir. Son vaxtlar kənd təsərrüfatında belə bir anlayış var. Maksimum məhsuldarlıq anlayışı. Bu maksimum məhsuldarlıq anlayışı ilə yanaşı torpağın suyu, canlıların rifahı arasındakı tarazlıq, balans necə qorunmalıdır ki, həm deyilən maksimum məhsuldarlıq olsun, həm də torpağın və canlıların rifahı, sağlamlığı. Çox sağ olun. Bunu hansı formada etmək lazımdır? Buna biraz düşünürəm ki, bu mövzu, bu sual tamamilə acı bir reallıqdır. Bəli, bəli, razıyam sizinlə Əli. Biz bu suala bir neçə istiqamətdə baxmalıyıq. Birinci növbədə maksimum məhsul almaq bir sahədən düzgün ifadə deyil. Nəyə görə? Çünki torpaq bizə verə biləcəyi məhsulu maksimum dərəcədə bizə verə bilir. Biz ondan çox məhsul tələb eləyə bilmərik. Ümumiyyətlə tələb nə deməkdir? Yəni biz o tələbi gərək həmin o mühitə baxıb onu əldə edə bilərik. Yəni tələb etməklə biz daha da öz sərvətlərimizə ziyan veririk. Çünki hər mühitdən maksimum dərəcədə istifadə etdikcə həmin o mühit yavaş-yavaş öz balansını itirir və biz o balansı nəinki qoruyub saxlamaq, o balansı itiririk. Əgər biz torpaqdan danışırıqsa, torpaqdan balans itirərkən 50 ilə qədər o torpaq sahələri itirə bilərik. 1 ilə 2 ilə o məhsulu götürən zaman biz gələcəyin torpağını itirə bilərik. Ona görə də torpaqda balansın saxlanması ən önəmli, ən birinci faktorlardan biridir. Niyə biz deyirik ki, maksimum məhsul almaq? Çünki əhalinin sayı getdikcə artır. Bütün planetdə insanların qidalarla təmin etmək lazımdır. İstər torpaq sahələri olsun, istər digər qida sahələri olsun. Bu balansı qorumaq üçün biz özümüzdə o dəyişikliyi aparmalıyıq. Yəni belə deyək də, məhsulu alarkən biz fəsillərə diqqət yetirməliyik. Hər fəsilin öz meyvəsi və öz tərəvəzləri var və biz fəsildən fəsilə o meyvələri, o tərəvəzləri qidalarımızda istifadə etsək əgər, biz o balansı təmin edə bilərik. Amma biz nə edirik? Bütün fəsillərdə, marketlərdə, istər digər satış məntəqələrində biz həmin o tərəvəzləri görürük. Hətta meyvələri də görürük və təəccüblənirik ki, bu vaxtda bu tərəvəzi hardan əldə edirik və həmin o sahələrdən alırıq. Hansı sahələrdən? Hansı ki, bu qidalarla bizi təmin edir. Və getdikcə biz o sahələri itirə bilərik. Çünki bir sahə bizə bu qədər məhsulu verə bilməz. O balans yavaş-yavaş tükənir və o balansı təmin etmək üçün bizə 1 il, 5 il yox, illər lazımdır ki, o balans yerinə qayıtsın və biz həmin o torpaqdan faydalı istifadə edə bilək. Kompleks və cəmiyyət olaraq balansdan danışdıq. Bəs biz fərd olaraq təbiətlə münasibətdə hansı rasionu qorumalıyam və hansı balanslara diqqət etməliyəm? Yəni fərd olaraq, tək olaraq. Tək olaraq insan öz yaşayış mühitindən faydalı istifadə etməlidir. Sadəcə istifadə yox, faydalı istifadə. Mən dərslərimdə həmişə deyirəm ki, kitablarda yazılıb ki, torpaqlardan istifadə etmək. Amma səmərəli sözü çox vaxtı yaddan çıxır. Biz insan olaraq təbiətdən səmərəli və faydalı istifadə etməliyik. Biz havamızı qorumalıyıq, biz sularımızı qorumalıyıq. Bu belə bir söz deyil. Yəni qorumaq o deməkdir ki, insan öz sərvətlə yaşadığı mühiti necə qoruyursa, necə evini, əşyalarını qoruyursa, pozulmuş balans ki var. Onun pozulması üçün biz artıq danışırıq
İlkin addımları necə atmalıyıq? Bax, Hansı ilkin addımları? addımları biz öz yaşayış mühitimizin balansını qoruyaraq. Burada maarifdən söhbət gedir, texnologiyadan söhbət gedir, yoxsa fərdi davranış dəyişənliyindən? Yox, fərdi davranışdan. Burada texnologiyalar, digər elmi cəhətdən olan vasitələr onu dövlət təmin edir. Dövlət o balansı qoruyur. İnsanlar isə öz balansını qorumaq üçün birinci növbədə özündən başlamalıdır. İnsan özü gərək öz balansını təmin etsin ki, ətraf mühitlə də o balansı təmin edə bilsin. Çox sağ olun Vəfa xanım. Düşünürəm ki, bu mövzu digər mövzulardan tamamilə bir fərqli bir aspektdə oldu. Siz sağ olun Əli, çox maraqlı mövzular seçirsiniz. Düşünürəm ki, bizi izləyən tamaşaçılar da bu mövzunu maraqla izləyər. Sonda isə dostlar, demək istərdim ki, balans təkcə fiziki yox, həm də fiziki olduğu qədər də mənəvi bir prosesdir. Təbiət bizə güvənir. Amma biz görəsən bu təbiətin bizə olan güvəninə qarşı sadiq qala bilirikmi? Bu sual barədə isə məncə fərdi olaraq düşünək. Hərə özü üçün. Hələlik.